Sabahınız xeyir əziz izləyicilər. Bu videoda mən birinci hissə Güvən Test Bankından mərkəzə qaçma təcili mövzusunun C variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir. Verilmiş radiusu çevri üzrə bərabər sürətlə hərəkətdə cismin xətti sürəti 100% artırılarsa, mərkəzə qaçma təcili necə dəyişir? Əziz dostlar, biz bilirik ki, bir ədədin faiz artımı düsturu, deməli 100 plus x faiz bölünsün 100'dür. Görəsən neçə dəfə artıb xətti sürətimiz? Baxaq. Ona biz yerinə qoysaq x faizimiz 100'ə bərabərdir. Buradan görürük. Yəni 100'dür. 100 plus 100 bölünsün 100. 100'ün üstünə 100 gəlsəm 200 bölünsün 100, o da bərabərdir 2. Yəni bizim xətti sürətimiz 2 dəfə artıb. Bəs mərkəzə qaçma təcilinin xətti sürətdən və radiusdan asılılıq düsturu necədir? A bərabərdir V kvadrat bölünsün R. Buradan görünür ki, mərkəzə qaçma təcili xətti sürətdən radius sabit olduğundan necə asılıdır? Düz mütənsib asılıdır. Yəni xətti sürətdən buradan görünür ki, düz kvadratı ilə düz mütənsib asılıdır. Onda xətti sürəti 2 dəfə artıbsa, mərkəzə qaçma təcili 4 dəfə artmış olacaq. Doğru cavab hansı variant oldu? A variantı. Növbəti testimiz ikinci testdir. Çevri üzrə bərabər sürətdə hərəkətdə mərkəzə qaçma çevrənin radiusu 4 dəfə, maddi nöqtənin xətti sürəti isə 2 dəfə artdıqda mərkəzə qaçma təcili necə dəyişir? Yenə eyni qaydada mərkəzə qaçma təcilinin xətti sürətdən və radiusdan asılılıq düsturu lazımdır. A bərabərdir V kvadrat bölünsün R'dir. Buradan görünür ki, mərkəzə qaçma təcili xətti sürətin kvadratı ilə düz, radiusu ilə necə asılıdır? Tərs mütənsib asılıdır. Düsturumuz budur. Xətti sürəti mən 2 dəfə artırıramsa, 2 dəfə artırırıq xətti sürət, onda 4 dəfə artmış olacaq. 4V kvadratı. Bəs mərkəzə qaçma təcilini 4 dəfə radiusu 4 dəfə artırırıqsa, olacaq 4'dir. Bu 4'lər ixtisar edəcək, bizə qalacaq V kvadrat bölünsün R. Əvvəl də V kvadrat bölünsün R'dir, sonra da V kvadrat bölünsün R olacaq. Deməli nədir? Mərkəzə qaçma təcili dəyişmir. Növbəti üçüncü testdə deyilir. Sabit radiuslu çevri üzrə hərəkət edən cismin dövrətmə tezliyi 100% artdıqda onun bucaq sürəti, xətti sürət və mərkəzə qaçma təcili necə dəyişər? Əziz dostlar, yenə faiz artımı düsturunu biz yadımıza salsaq, 100 plus x faiz bölünsün 100'dür. Yerinə qoysaq 100 plus 100 bölünsün nə? 100 olacaq. Deməli, bizim tezliyimiz neçə dəfə? 200 bölünsün 100, o da bərabər neçə dəfə dəyişmə olacaq? 2 dəfə artım olacaq. Demək, bizim tezliyimiz 2 dəfə artıb. İndi bucaq sürətinin tezliklə asılılıq düsturu, yəni tezlikdən asılılıq düsturu necə idi? Omega bərabərdir 2pn. Sonra xətti sürətin ki, V bərabərdir 2prn və mərkəzə qaçma təcilinin ki, A bərabər 4p kvadratı R'nin kvadratı olacaq. Diqqətlə baxaq, bizim bucaq sürətimiz tezliyin özü ilə düz mütənsib asılıdır. Deməli, bizim tezliyimiz 2 dəfə artıbsa, bucaq sürətimiz də 2 dəfə artacaq. A ola bilər ya da C variant. Gəldik xətti sürət. Xətti sürət də tezliklə düz mütənsib asılıdır. Əgər tezliyimiz 2 dəfə artıbsa, bu da 2 dəfə artmış olacaq. Sonra gəldik, amma mərkəzə qaçma təcilimiz tezliyin kvadratı ilə düz asılıdır. 2 dəfə artıbsa tezlik, deməli, nəyimiz? Mərkəzə qaçma təcilimiz 4 dəfə artmış olacaq. Deməli, bu 2 dəfə artıb, bu 4 dəfə, 2 dəfə artıb yenə eyni qaydada. Bu isə neçə dəfə artıb? 4 dəfə artıb. Baxaq, 2 dəfə artır, 2 dəfə artır, 4 dəfə artır. Elə doğru cavab A variantı. Üçüncü testdə deyil. Verilmiş radius çevri üzrə hərəkətdə dövrətmə tezliyinin mərkəzə qaçma təcilindən asılılıq qrafiki hansıdır? Dövrətmə tezliyinin mərkəzə qaçma təcilində. Düsturumuz yenə A bərabərdir 4p kvadratı R'nin kvadratıdır. Deməli, R'nin kvadratı. Buradan N'ni tapsaq, kök altda A bölünsün 4p kvadratı R. Buradan çıxarsaq, deməli 1 bölünsün 2pi
Kök altda A bölünsün nə olacaq? R olacaq. Diqqətlə baxaq. Bizim tezliyimiz, dövrətmə tezliyimiz nə? Mərkəzə qaçma təcili ilə kök altı düzüm tanısı vasitə olacaq. Doğru cavab hansı variant oldu? A variantı. 5-ci testdə deyil. Aşağıdakı qrafiklərdən hansıları çeviri üzrə bərabər sürətdə hərəkət üçün doğrudur? Bax, deyir ki, birincidə A omega ilə düzüm tanısı, amma mütləq R konstantdır. Həqiqətən də A bərabər omega kvadrat R düsturu var. Əgər R konstant götürsək, A omega ilə düz asılı olacaq. Deməli, 1 düzdür. 2 omega t'dən asılı deyil. Əlbəttə, çeviri üzrə hərəkəti omega sabit fiziki cəmiyyətdir və zamandan asılı deyil. Üzr istəyirəm. Sonra 3-cü testdə deyilir. V n-lə asılı deyil. Əgər R sabit olarsa, V bərabər 2 pi R n-dir düsturumuz. Əgər R sabit olarsa, V n-lə asılı deyil. Bəli, düz deyil. Düzüm tanısı basılıdır. Bəli, düz deyil. Deyir ki, A R ilə tərsi asılıdır. Həqiqətən də A bərabərdir V kvadrat bölünsün R düsturuna görə. V sabitdir, A R ilə tərsi asılıdır və 4 də düzdür. Sonra omega t ilə düz kvadratik asılıdır. Xeyr, bu yanlışdır. Omega t ilə düz kvadratik asılı olduğu isə yoxdur. Cavab elə 1, 2, 3, 4 olacaq. A variantı. Növbəti testimiz 6-cı testdir. Maddi nöqtənin çeviri üzrə bərabər sürətdə hərəkətində mərkəzə qaçma təcili bucaq sürətindən asılı qrafik diaqramı verilmişdir. Hansı nöqtə çevrənin radiusunun ən kiçik qiymətinə uyğundur? Deməli, mərkəzə qaçma təcilinin bucaq sürəti və radiusundan asılılıq düsturu var. Buradan R-i tapsaq olacaq A bölünsün omega kvadratı. Buradan da görünür ki, bizə nəyin? R-in ən kiçik qiyməti deyirsə, yəni radiusun ən kiçik qiyməti isə A ən kiçik, omega isə nədir? Ən böyük. A-nın ən kiçik qiyməti 1 ilə 4 uyğun gəldi. Omeganın ən böyük qiyməti isə nəyə? 3 ilə 4 uyğun gəldi. Gəldi, harada kəsişdi? 4-də doğru cavab hansı variant olacaq? D variantı. Növbəti 7-ci testdə deyilir. Maddi nöqtənin çeviri üzrə bərabər sürətdə hərəkətlərində xətti sürətin bucaq sürətindən asılı diaqramı verilmişdir. Hansı nöqtə mərkəzə qaçma təcilinin ən böyük qiymətinə uyğundur? Mərkəzə qaçma təcilinin düsturunu biz bilirik. A bərabərdir omega V-dir. Bunun ən böyük qiyməti olması üçün gərək ki, omegadan böyük olsun, xətti sürət də ən böyük olsun. Hər ikisi ən böyük olan, deməli, xətti sürətin böyük olduğu nöqtə 2, 3. Amma bucaq sürətin böyük olduğu nöqtə nədir? 3 ilə 4-dür. Gəlib arada kəsişdi. 3-də kəsişdi. Deməli, 3 nöqtəsində ən böyük olacaq. Çeviri üzrə bərabər sürətdə hərəkətdə xətti sürətin çevrən radiusunda asılı diaqramında hansı nöqtəyə uyğun mərkəzə qaçma təcili ən kiçikdir? Təcilin düsturunu biz bilirik. Biraz öncə də yazmışdıq. V kvadrat bölünsün R-dir. Ən kiçikdir deyirsə, deməli, xətti sürətimiz ən kiçik, əksinə radiusumuz ən böyük. Radiusun ən böyük qiymətinə uyğun gəldi 2 ilə 3. Xətti sürətin ən kiçik qiymətinə uyğun gəldi nə? 3 ilə 4. Və ikisinin kəsilməsi isə neçədə olacaq? 3-də doğru cavab A variantı. Çeviri üzrə bərabər sürətli hərəkətlərdə bucaq sürətini çevirən radiusundan asılı diaqramında hansı nöqtəyə mərkəzə qaçma təcilinin ən kiçik qiyməti uyğundur? A-nın düsturu A bərabərdir omega kvadratı R-dir. Ən kiçik qiymət deyirsə omeganın ən kiçik, R-in də ən kiçik qiyməti. Hər ikisinin ən kiçik qiyməti hara uyğun gəldi? 4-də doğru cavab hansı variant olacaq? D variantı. Gəldik 10-cu testdə. Maddi nöqtənin çeviri üzrə bərabər sürətdə hərəkətlərində mərkəzə qaçma təcilinin dövrətmə tezliyinə asılılıq diaqramı verilmişdir. Hansı nöqtəyə çevirən radiusu ən böyük qiymətinə uyğundur? Deməli, bizim tezliyinə asılılıq düsturu lazımdır. A bərabərdir 4 pi kvadratı R, N-in kvadratıdır. Buradan nəyi tapa bilərik? Radiusu R bərabərdir A bölünsün 4 pi kvadratı N olacaq, N-in kvadratı olacaq. Mən baxıram, ən böyük deyir bizə, ən böyükdirsə A-nın ən böyük tezliyi ən kiçik.
A-nın ən böyük qiyməti 1 ilə 2-yə, tezliyin ən kiçik qiyməti 1 ilə 4-ə oldu kəsişməsi neçə? 1 olacaq. Doğru cavab hansı variantı oldu? A variantı. 11-ci testdə deyir, radiuslar R1 bərabər R və R2 bərabər 9R olan kürələr üzrə bərabər sürətli çevrələr üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin mərkəzə qaçma təcilləri modulca bərabərdir. Maddi nöqtənin dörtmə periodlarını müqayisə edin. Baxın, burada bir söz deyir. Deyir ki, nələri modulca bərabərdir? Təcillərin modulca bərabərdir. Onda bizə təcil sabit olduğunu bilərək periyodla olan düsturunu yaza. 4pi kvadratı R bölünsün T kvadratı. Bu sabitdir. R ilə T arasında düz asıllıq var. Onda mən yazacağım T1 bölünsün T2 bərabərdir. Kök altda R1 bölünsün R2 olacaq. R1'imiz nə qədərdir? R-dir. R2'miz 9R'dir. Bu R-lər ixtisar getdi bizə kök altda 1 bölünsün 9, onunla kök nə çıxır? 1 bölünsün 3. Onda buradan yaza bilərik. T2 bərabərdir. 3 dənə nə? T1. T2, 3, T1. Doğru cavab B variantı. Növbəti testimiz 12-ci testdir. Diaqramda göstərilən nöqtələrə uyğun gələn tezlikləri müqayisə edin. Əziz dostlar, A R ilə düz mütəmsil basılıdırsa, deməli, Deməli, 12-ci testdə biz bilirik ki, mərkəzə qaçma təcilinin tezliklə olan düsturu A bərabər 4pi kvadratı R n kvadratıdır. Burada neyini tapsaq? 1 bölünsün 2pi kök altda A bölünsün R olacaq. Yaxşı, biz də bilirik ki, A-nın R-dən asılılığı necə asılıdır? Düz mütəmsil asılıdır. A-nın R-dən asılılığını biz buradan düz mütəmsil asılılıq qursaq, baxın, A-nın nədən asılılığı R-dən. Düz asılıqdır. Buradan birləşdiririk. Bura A'dır, bura R'dir, burada alfa deyək. Alfa belə bir düz bucaqlı üçbucaq yarandı. Alfanın qarşısındakı tərəfin bitişik tərəfə nisbəti, yəni bizə nə verəcək? Tangens alfa. Onda tangens alfa bərabərdir A bölünsün R olacaq. Onda mən nə deyəcəm? Tangens bucağı 1, 2, 2-də daha böyükdür, yoxsa 3, 4-də? Bax, bura görürük ki, tangens birinci rübdə artan funksiyadır. Bura baxırıq. Bu bucaq daha böyükdür. 3, 4 nöqtələ olan bucaq isə nədir? Onun üzərində daha kiçikdir. Onda mən nə deyəcəm? 1 ilə 2 eyni düz xəttin üzərində olduğuna görə deyəcəm. N1 bərabərdir N2-yə. Onda 3 ilə 4 də eyni düz xəttin üzərində olduğuna görə N3-də bərabərdir N4-də. Amma diqqətlə baxsaq 1, 2 nöqtəsi yerləşən qrafikdə bucaq daha böyükdür. Yəni, R oxu ilə əmələ gətiririk, bucaq daha böyükdür. 3, 4-də ona nəzərən daha kiçikdir. Onda mən nə deyəcəm? 1, 2 bunlardan böyük olacaq. Baxaq görək, var ilə variant. N1, N2-yə bərabərdir. N3, N4-də. Amma bunlar bir-birinə N2, N1 bərabərliyi 3, 4 bərabərliyi ilə nədir? Daha böyük olacaq. Növbəti 13-cü testdir. Verilən trayektoriya boyunca sabit sürətlə hərəkət edən cismin mərkəzə qaçma təcili arasında hansı münasibət doğrudur? Gəlin bunları biz çevrəyə tamamlayaq. Baxın. Bunu çevrəyə tamamlasaq. Bunun cızı radius budur. Bunu çevrəyə tamamlasam. Onun radiusu nə olacaq? Baxaq. Çevrəyə tamamlasam. Bizim radiusumuz bu qədər olacaq. Deməli. Aha. Deməli, bu radius bu qədərdir. Bunu çevrəyə tamamlasam, deyəsən, burada biraz balaca alınacaq. Çevrəyə tamamladım. Deməli, ən böyük radius hardadır? 3-ün radiusudur. Ən kiçik 2-nin radiusudur. Amma orta nədir? 1-in radiusu. A-nın da düsturunu mən verirəm. V kvadrat bölünsün R-dir. Ən böyük 3 olduğuna görə V zaten eyni sürətlə hərəkət edir deyir. Baxın, sabit sürətlə hərəkət edir. Deməli, A R-lə necə asılıdır? Tərs asılıdır. Deməli, radius ən kiçik olan yerdə A ən böyükdür. A2 böyükdür. Sonra A 1-dən, o da böyükdür nədən? A 3-dən, 2 böyükdür 1-dən, o da böyükdür 3-dən. Doğru cavab hansı variant olacaq? B variantı olur. Növbəti 14-cü testdir. Deyir, maddi nöqtə radius göstərilən trayektoriya boyunca
sabit sürətlə hərəkət edir. Trayektoriyanın verilmiş nöqtələrində onun mərkəzə qaçma təcillərinin qiymətləri arasında hansı münasibət doğrudur? Yine eyni qaydada bunu çevrəyə tamamlayırıq. Bu bizim çevrəmizdir. Çevrəyə tamamlasaq nə verəcək? Bu bizim çevrəyə tamamladığımız halda, amma işte sərqəl çevrə olmadı. Yəni belə edək də. Çevrəyə belə tamamlayaq. Burada isə bizim çevrəmiz belə bir çevrə olacaq. Aşağı yuxarı oxşatmağa çalışdıq. Mən baxıram, bura bucağımız neçə dərəcədir? Burada da doğrusu radiusumuz R-dir. Burada radiusumuz 2R-dir. Qəşəng. Mərkəzə qaçma təcilləri arasında hansı sürətlə deyir? Modulca sabit sürətlə. Boyunca modulca sabit sürətlə hərəkət edir. Trayektoriya boyunca modulca sabit sürətlə. Demək, V bərabər nədir? Konstant. Mən baxıram, V konstantsa A R-lə necə asıldır? Tərs asıl. Niyə? A bərabərdir V kvadrat bölünsün R-dir. V sabitdir. A R-lə necə asıldır? Tərs. Bunda A bölünsün AB bərabərdir. R-B bölünsün R-A olacaq. R-B, B-də R-dir. R-A-da 2R-dir. R-lər ixtisar gedəcək. Bunda AB bərabərdir. 2 dənə AA. Doğru cavab hansı variant? C variantı olacaq. Növbəti 15-ci testdir. Maddi nöqtə çevrə boyunca 60 metr bölü saniyə sürətlə hərəkət edir. Radius vektoru 2 saniyə ərzində 30 dərəcə dönərsə, mərkəzə qaçma təcilini hesablayın. Əziz dostlar, 2 saniyə ərzində 30 dərəcə dönürsə, biz, baxın yazıram, 2 saniyədə 30 dərəcə dönüb, tənasübdən istifadə edək. 30 dərəcə. Onda T, yəni bir tam periyodda dönəcək 360 dərəcə. Baxırıq, bu tərəf neçə dəfə artıb? 12 dəfə. O da bu tərəfdə 12 dəfə artmalıdır. Baxaq görək, 24 saniyə. Demək, periyodu tapdıq. Periyodumuz 24 saniyə olacaq. Bizdən də mərkəzə qaçma təcilini soruşur. A-mızın düsturu A bərabərdir. Omega V'dir düsturumuz. Omega V. Onda omega'na yeni 2 pi bölünsün T vurulsun V yazmalıyıq. 2 vurulsun 3 bölünsün. Bəs T'ni neçə tapdıq? 24 vurulsun. Bəs V'miz nə qədərdir? 60. Buna ixtisar getdi. 6'ya 4 qalacaq. Bundan da ixtisar getsə 15. 15 metr bölünsün saniyə kvadrat. Doğru cavab D variantı olacaq. 16-cı testdə deyilir. Çevre üzrə 10 metr bölü saniyə sabit sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 1,5 saniyəyə gəlir. Cismin mərkəzə qaçma təcilini hesablayın. A-dan B-yə deməli periyodun 4-dən 1 hissəsidir. 1,5-dirsə, onda burada 1,5, burada 1,5, burada nədir? 1,5 olacaq. Onda ümumi periyodumuz T bərabərdir 6 saniyə olacaq. Bu bizim ümumi periyodumuzdur. Yeni il qayda mərkəzə qaçma təcilini omega V və yaxud da 2 pi bölünsün T vurulsun V düstur lazımdır. Yerinə qoyaq A bərabərdir. 2 vurulsun 3 bölünsün neçə? 6 vurulsun V'miz də neçədir? 10'dur. Bundan bu gedəcək ixtisar bizə 10 metr bölünsün saniyə kvadratı qalacaq. Doğru cavab hansı variant? A variantı. Növbəti 17-ci testdir. Deyim, müxtəlif radiusda çevre üzrə eyni xətt sürətlə. Bax, burada eyni sürətlə deyir. Sürətimiz eynidir. Maddi nöqtənin döyültmə periyodunun çevrənin radiusundan asılı qrafiki verilmişdir. A radiusu çevrəyə uyğun mərkəzə qaçma təcilini hesablayın. Əziz dostlar, gəlin biz hesablayaq görək bizim xətti sürətimiz nəyə bərabərdir? Eyni sürətlə deyir. Hesablayaq. V bərabərdir 2 pi R bölünsün T'dir. 2 vurulsun 3 vurulsun R'imiz bu nöqtə üçün 1'ə bərabərdir. Bölünsün V'miz isə nədir? 2'dir. Bu 2'lər getdi bizə 3 metr bölünsün saniyə qalacaq. Onda bizim xətti sürətimiz sabitdir deyir. Onda A bərabərdir V kvadrat bölünsün R düsturuna görə V'miz neçədir? Daha doğrusu A nöqtəsinə uyğun radiusunu hesablayın deyir.
Təcillə getməyək. Bax görək təcili mi soruşur? Təcili soruşur. Elə ondan gedərik. Çünki burada diqqətlə baxsaq, əgər bizim periodumuz 4 dəfə artıbsa, xətt sürət sabitdir onsuz da, radiusumuz da daha doğrusu 2 dəfə artıbsa periodumuz, onda radiusumuz da 2 dəfə artacaq, onda bura 2 olacaq. Onda v kvadrat bölünsün r üstündə əlbəttə yazmaq olar. V'mizi neçə tapdı? 3d kvadrat 9 bölünsün. Bəs r'imiz neçədir? 2-dir, bərabərdir. Nisbət neçə verəcək? 4,5. Doğru cavab A variantı olacaq. Növbəti 18-ci testdir. Uyğunluğu müəyyən edin. 3 tamamda 9 tamama qədər 6 saat ərzində saatın dəqiqə əqrəbi, saniyə əqrəbi, saat əqrəbi. Baxaq görək 3 tamamdan neçə? 9 tamama qədər. 3 tamamdan 9 tamama qədər zaman t bərabərdir. Periodun nə idir? Periodla getməyək, saatla gedək. Elə saat 3 tamamdan 9 tamam 6 saat idi. 6 saat dəqiqəyə çevirsək 100. 6 saat dəqiqəyə çevirsək nə qədər olacaq? Baxaq 60 dəqiqə 360 dəqiqə. O da bərabər saniyə çevirsək 6 vurulsun. Neçə olacaq? 3600 olacaq. Demək nə deyir ki, dəqiqə əqrəbi neçə dövr eləyəcək? Dəqiqə əqrəbi 6 dövr eləyəcək. Demək 6 tam dövr. Birə nə gedəcək? C variantı. Saniyə əqrəbi neçə dövr eləyəcək? Nəzərə alsaq ki, saatın saniyə əqrəbinin dövrətmə periodu 60 saniyədir. 60 saniyədirsə bunu 60-a bölsəm bizə qalacaq 60. 6-nı da 60-a vursam 360. Onda birə nə gedəcək? Y variantı. Sonra bizə nə verib? Birdən saat əqrəbi. Saat əqrəbi 6 saatda periodun ancaq yarısını dövr eləyəcək. Çünki onun dövrətmə periodu 12 saatdır. Deməli B variantı gedəcək. Nə oldu? 1-ə C, 2-yə Y, 3-ə isə nə? B variantı oldu. Növbəti 19-cu testdir. Verilmiş radiusu çevri üzrə saat əqrəbi istiqamətində bərabər sürətdə hərəkət edən cismin fırlanma periodu 8 saniyədir. K nöqtəsi keçdikdən sonra K nöqtəsinin saat əqrəbi istiqamətində deyir. Baxaq. Saat əqrəbi istiqaməti, baxır əziz dostlar, budur. Periodu 8 saniyədirsə, 2-ci saniyə sonunda burada olacaq. 4-də burada olacaq. 6-da burada olacaq. Deməli, 2, 2, 2 deyək. Bizdən K nöqtə 2-ci saniyənin sonunda burada nəyi soruşur? Cismin təcilinin istiqaməti. Təcili 2-ci saniyə sonunda bura doğru yönələcək. Sonra 4-cü saniyənin sonunda təcilinin istiqaməti sağa doğru olacaq və 6-cı saniyənin sonunda aşağı doğru. Baxaq, varmı? 2-ci saniyədə yuxarı, demək C. 4-cü saniyədə sağa Y. 6-cı saniyədə aşağı B variantı olacaq. 1-ə C, 2-yə Y, 2-ə isə nədir? B variantı olur. Növbəti 20-ci testdir. Deyir ki, maddi nöqtənin çevri üzrə bərabər sürətdə hərəkətində xətti sürətin bucaq sürətinə asılıq diaqramı verilmişdir. Verilmiş nöqtələrə uyğun mərkəzə qaçma təcilinin qiymətlərini arzalan sıra ilə düzün. Baxaq. Mərkəzə qaçma təcilinin düsturu A bərabər omega V-dir. Ən böyük olması üçün gərək ki, hər ikisi ən böyük olsun. A2 olacaq, yəni ikinci. Sonra ikisindən biri böyük olmalıdır. A3. A3. Və ən kiçiyi, hər ikisi ən kiçik olan A1. Deməli, 2 böyükdür 3-dən, o da böyükdür nədən? 1-dən olacaq. Doğru cavab nədir? Formada 3, 2, 1. Baxca
Daha doğrusu 2, 3, 1. Yaxşı. Növbət testimiz, baxaq. Xeyir əziz dostlar, növbət testimiz, yəni növbəti video izahımız çeviri üzrə bərabər sürətli hərəkətdə yol yerləşmə və sürət dəyişməsinin modulun mövzularının A variantının və B variantının testlərinin izahı olacaq. Bu video izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.